Adamımız Cənab Prezident İlham Əliyevin incəsənət insanlarına verdiyi o dəyərin müqabilində mükafatlara layiq görülməsi hamımızı sevindirdi. Amma ən sevindirici hal mənim Ülviyyəmin bu mükafata layiq görülməsidir. Çünki bizim qızımız həqiqətən də sərvətkeşlik illərdir. Belə deyək, institut dövründən bu insan Azərbaycan səhnəsi üçün, teatrı üçün, filmi üçün həqiqətən də gözəl obrazlar yaradır. Bundan da gözəl mükafatlara layiq görüləsən. Odur ki, biz də belə düşündük ki, iki qapı arasında komandamız, kollektivimiz bu gözəl günü niyə də qeyd edirik? Təbrik edirik. Allah bütün olmayanlara qismət eləsin. Gözəl hissi sağ əlim hamının başında olsun. 28 illik teatr fəaliyyətim və 20 illik televiziya fəaliyyətim. Onun da 19 ili sizinlə bərabər olub. Qonşular serialından bəri. Ne olar o mükafattan ayda 200'den. Davamımız olacaq. Hər həftə yəni bir ərzdə hər həftə qonşumuz var. Ayın neçəsini alacaqsan bilək. Yazı deyəcəm. Ali. Mən dostlarım, özünə Nəsə gözlərini kəsək. Da, da,